Salam Blockchain Azərbaycan kanalı izləyiciləri. Bugün yenə bir video ilə qarşınızdayıq. Bu da bizim Fundexnex haqqında 3-cü videomuz olacaq və son videomuzdur. Biz əslində yox, 4-cü videomuzdur. Səhv eləmirəmsə və axırıncı videomuz olacaq. Deməli, bizim artıq Fundexnex-dən əlaqəmiz yoxdur. Hesablarımız Fundexnex tərəfindən deaktiv edilib. Yəni biz bu hesabları batırmamışıq əslində. Sadəcə müəyyən bir məbləğ qazandıqdan sonra deaktiv ediblər. İndi videoda bu haqda ətraflı danışacağam. İlk dəfə biz hardasa 1 il əvvəl səhv eləmirəmsə bizim Telegram kanalımızda bu fon hesabları ilə bağlı suallar verməyə başlamışdılar. Əsas da Fundexnex haqqında çox soruşurdular. Biz ona görə 6000'li hesab alıb keçmişdik. Ödəniş alıb onun videosu haqqında, onun ödəniş haqqında video çəkmişdik. Daha sonra 100.000'li, 200.000'li hesabları da test elədik və ödənişlərin haqqında videolar çəkdik, ümumi məlumat verdik. Bugün də son dəfə Fundexnex və fon haqqında video çəkirik. Bundan sonra isə bu haqda inanıram ki, nə sualınız qalacaq, nə də ki marağınız qalacaq. Hər şeyi aydınca başa salmağa çalışacağım. Deməli uşaqlar, biz birinci olaraq keçək bu hesaba. Gördüyünüz kimi biz Fundexnex-dən bu hesabda toplam 25.000 dollara yaxın, 25.000 dollara yaxın ödəniş çəkmişik. Bunu bir dəfəyə çəkməmişik. Burada gördüyünüz kimi 5.000, 2.000, 3.000 belə xırda olaraq ödənişləri almışıq. Amma sonuncu ödənişdən sonra bizə mesaj göndərdilər. Yəni 25.425-ə çatdıq bu ödənişi. Çatandan sonra, bu məbləğə çatandan sonra bizim hesaba mail göndərdilər. Maildə belə bir şey deyilirdi. Siz artıq 1%, yəni normalda bilirsiniz, bu fon hesablarında günlük itirmə limiti 5%'dir. Əgər siz 100.000'li hesabda 5% limitini keçirsinizsə, hesabınız avtomatik əlinizdən alınır, yəni batır. Yəni 5.000 dollar zərəri gördüyünüz anda hesabınız batır. Bu bütün fon şirkətlərində bu cürdür. Biz də belə bilirdik, amma bizə mesaj göndərdilər ki, bu əlavə şərtlərin içində var, oxusaz özünüz görəcəksiniz. 1% limiti keçməməlisiniz. Buna əlbəttə ödənişləriniz belə artdıqdan sonra ilişirlər. Biz də 1%-i keçmədik, artıq əməliyyatlarımızda diqqətli yanaşmağa başladıq, 1%-i keçmədik. Yəni bir əməliyyatda 1% riski toplamda da 1% riski görməməlisiniz. Bu da 100.000'li hesabdan 1000 dollar ziyan deməkdir. Yəni bu da ki, ondan sonra 1000 dollarlıq hesabla işləmək daha əlverişli olur. Deməli biz 1% riski keçmədik, yenə qazanmağa davam edirdik. Amma belə bir söhbət var. Bizdən hər əməliyyatımıza take profit və stop loss qoymaq tələb olundu. Yəni bu halda da, yəni hansısa bir əməliyyatımıza take profit və stop loss qoymasaq, hesabı deaktiv edəcəklərini də dedilər. Plus da 1%. Getdikcə şərtləri çətinləşdirdilər, amma buna baxmayaraq biz şərtlərə uyğun yenə də qazanmağa davam elədik. Amma burada biz axırıncı son əməliyyatımızda, səhv eləmirəmsə, qızıl açmışdıq. Bu hesabdan söhbət gedir. Biz qızıl əməliyyatını açanda, əməliyyatımız ziyan görmədən, yəni 1% ziyanı görmədən take profit'e çatdı və xeyirlə bağlandı. Xeyirlə bağlanandan sonra bizə mesaj gəldi ki, hesabınız deaktiv edildi. Səbəb nədir? Səbəbi soruşanda bizə başqa bir hesabın əməliyyatlarını atdılar mail olaraq ki, siz bu əməliyyatlarda 1% riski keçmisiniz. Biz də təzədən mail olaraq göstərdik ki, bu əməliyyatlar bizim hesablara aid deyil. Biz belə lotlarla, belə əməliyyatlara saat və tarixinə baxana uyğun deyil. Bizim girdiyimiz lotla bu əməliyyatlar bir-birinin üstünə gəlmir. Siz səhv atmışsınız. Sonra bizə öz əməliyyatımızı atdılar. Halbuki 1% riski görmədən take profit'e çatmış əməliyyatımızı atdılar. Bu səfər bizdə
stop loss qoyduğumuz yer 1% keçdiyinə görə hesabımızı bağladıqlarını dedilər. Yəni bildiyiniz hesab bağlamaq üçün bir bəhanə elədilər, hesabı bağladılar. Bu arada bizim bu 100 minlik burada 100 minlik keçilmiş bir hesap var idi. 15 min, 2 dənə də 15 minlik keçilmiş hesap var idi. Bir dənə də 100 minlik var idi. Burada görürsüz, bax bunun birinci etabı keçilmişdi deyənə. Bunun 15%, yəni 8000 15%, 1200 dolları ödəməni gözləyirdik. İkinci etapdaydıq. İkinci etapda da 5000 az qalmışdı ikinci etapı keçək. Onu da bağladılar. Yəni ümumi hesabımızda nə qədər hesab var, hamısını bağladılar. Plus bizə yeni hesab almağa qadağan elədilər. Nəysə, bu hesabla belə sağollaşdıq. 25400 dollara yaxın bir şey aldıq. Ödəmə alandan sonra bununla sağollaşdıq. Sonra mən öz adım olan hesabda davam eləməyə başladım. Burada birbaşa 200 minlik hesab aldım. 200 minlik hesabda hardasa ilk ödənişim 18874 dollar pul elədi. İlk ödənişdə mənim ödəniş tariximi yubatdılar. Yubatandan sonra da, təxirə salandan sonra da məni intervyuya dəvət elədilər. Nəysə, intervyuya qatıldım. Normalda araşdırmışdım ki, intervyudan sonra çox adamın hesabını bağlayırlar. İntervyuya qatılandan sonra mənə suallar ünvanladılar. Hansı sessiyalarda işləyirsən falan filan, o bu. Nəysə, sessiyalarda da o sualların hamısına bir-bir cavablayandan sonra mənə dedilər ki, ilk ödənişinizi artıq ala bilərsiniz. Mən ilk ödənişi aldım. Burada USDT ilə çəkə bilmirdim. Rise-lə, daha sonra onları da o bir videoda izah eləmişəm. Keçdim növbəti 2 həftə sonra ikinci ödənişə. İkinci ödənişdə mən 0.20 lotla qızıl işləyirdim. Niyə qızıl işləyirdim? Əslində mən bizim USDT TR-yə, yəni USDT TL Türk lirası ilə işləyirdim daha çox. Bu məbləğlərin böyük bir hissəsini o partiyada qazanmışam. Amma bu ödənişi verəndən sonra bir də baxdım ki, yeni həftədə Fundesnext öz MetaTrader sistemindən TR-ni çıxardıb. Artıq bizə görə sistemdən parite çıxartmağa başladı Fundesnext. Bunu çıxardandan sonra fikirləşdik ki, yəqin biz bu çıxandan sonra başqa partiyalarda normal işləyə bilmərik. Orada da çox gözəl strategiyamız var idi. Nəysə, mən keçdim yenə əvvəl kimi qızılda işləməyə, 0.20 lotla xırda işləyirdim. Bu səfər də mənə mesaj göndərdilər ki, sən 1% yenə meylimə, sən 1% keçməməlisən, sən çox az lotla əməliyyat açırsan, lotu qaldırmalısan, yoxsa hesab əlindən alınacaq. Take profit və stop loss təyin eləməlisən, yoxsa hesab əlindən alınacaq. Başladı şərtlərini düzməyə. Nəysə, 0.20 ilə açırdım, mən də başladım lotumu qaldırmağa, bir lotla işləməyə. Elə oldu ki, fürsət yarandı, bir lot qızıla əməliyyat açdım, sonra onun bir lot açdığım yöndə, yəni sell açmışdım. Düşməyə davam eləyirdi, fürsətdən istifadə edib bir lot daha açdım. Beləliklə, son ödənişdə, son əməliyyatı 11.000 dollar xeyirlə bağladım. 11.000 nə qədərsə xeyirlə bağladım. Burada bir dənə akkauntlarıma baxım deyəcəm ki, budur. Demək, 11.178 dollar xeyirlə bağlanmış əməliyyat. Görürsünüz. Halbuki bu hesablar yanmayıb, özləri bağlayıb. 11.000 dollar xeyirlə əməliyyatı bağlayandan sonra burada bunlar TP ilə bağladım. Burada stop loss təyin eləməmişdim. Stop loss qoymadım. Çünki stop loss'u ara qoyacağımı çox sürətlə bir hərəkət eləyirdi. Volatillik var idi. Ona görə stop loss təyin eləmədim. Çünki o bir hesabımda stop loss'un belə faizini hesablamışdılar da. Yəni gülünc vəziyyətə salmışdılar deyə stop loss təyin eləmədim. Take profitlə əməliyyatlarım bağlandı. Toplam 11.178 dollar. 2 həftəlik seansım bitdi. İkinci həftənin yenə ödəniş tarixini uzatdılar məndə. Ödəniş tarixini uzatdılar. Ondan sonra bir də baxdım ki, mənə mail göndəriblər ki, hesabınız bağlandı. Hesabımı bağlayıblar. Səbəb isə take profit qoyub stop loss təyin eləməməyimdir. Yəni biz 44.000 hardasa toplamda, burada biz 44.000 hardasa 300 dollar
pul çəkmişik. Azərbaycan manatı ilə 70 min üstündə eləyir. Gözəl məbləğdir. Amma ki, fon hesabından danışanlar, yəni fon hesabını reklam eləyənlər, fon hesabından danışanlar bunun ömürlük olduğunu, rahatlıqla pul qazanmaq mümkün olduğunu deyir. Və indi deyəcəklər ki, bu firma belədir. Xeyr, bu da adla sanla danışılan firmalardan biridir. Hansı firma olur olsun. Əgər siz yüksək məbləğdə qazanc qazanırsınızsa, bu belə olacaq. Yəni bəhanələrlə eyni şərtləri digərlərində də oxumuşam. İstəyir FTM-da olsun, istəyir 5 years-da olsun, hamısında eyni formadadır. Eyni tələblər var, eyni şərtlər var. Əlbəttə birinci, yəni az məbləğdə 5-10 min qazanırsınızsa, nə bilim 3-5 min qazanırsınızsa, burada siz o şərtlərdən o şərtləri sizdən tələb eləmirlər. Çünki məbləğiniz azdır. Amma məbləğ bizim kimi yüksələndə başlayanda, ödənişlərimiz artmağa başlayanda o şərtləri sizdən tələb eləyirlər. O şərtlərə biz uyduğumuzda belə bildiyiniz kimi bu formada bəhanələrlə hesablarımız bağlanılır. Yəni nəticə odur ki, bu şeylərdən, fon firmalarından ya böyük hesab almayın. Onsuz da şərtlər çox çətindir. İşte hər kəs bu məbləği qazana bilmir. Bir şey ki, yəni bu fon şirkəti qəşəng işlədiyimiz paritəni bağlayır. Əli çatmır, az lotla işləyirsən, deyir çox lotla işlə. Çox lotla işləyirsən, qazanırsan, deyir TP, SL 1%. Yəni öz şərti aləm dəyir bir-birinə. Bildiyiniz hər cür bəhanə ilə hesabı bağlamağa çalışırlar. Yəni necə deyim, ona görə çalışın öz pulunuzla əməliyyat aparın. Əgər fona ehtiyacınız varsa da böyük hesablardan uzaq durun. Yəni 200 minlik, 100 minlik xırda hesablara dəymirlər, ödənişləri az olur deyənə. Amma yəni o da ömürlük olmayacaq. Yəni bir yerdən sonra onu da, yəni daimi qazanacaqsınızsa, onu da. Bu sistemlər açıqcası belə işləyir. Sizə real 100 min vermirlər. Sizdən ilk ödəniş olaraq aldıqları hesab üçün, məsələn 100 minlik üçün nə alırlar? 560 dollar. O insanların itirdiyi pulların üstündən qazanc qazanırlar. Öz dedikləri kimi şey deyil. Yəni sizə 100 min versinlər, özləri oradan 20% qazanır. Çünki elə olsaydı mənim qazanmağım onlara sərf eləyərdi. Mən oradan 80% götürürdümsə, bu da 20% götürürdüsə, mənə bu əngəlləri qoymalı deyildi. Daha da mənim yolumu açmalıydı, daha da məni öz əlində saxlamalıydı. Gələk ki, bəzi şirkətlər deyir ki, işləyirsən, qazanırsan, çox qazananda maaş verirlər, falan verirlər. Mən hələ Azərbaycanda şey görməmişəm. Xarici firmalarda da, xarici youtuberlara da baxmışam. Bu summada qazanıb da maaşa işləyib də maaş qazanan bir trader görməmişəm. Hələm belə summa ortaya çıxaran da görməmişəm. Hə, xırda summaları verirlər. Onu yəni 25 minə qədər bizə veriblər, 18 min, 44 min, 44 min dollara yaxın pul çəkmişik. Amma bir yerdən sonra da vermirlər. Onu da qazanmaq asan deyil. Ona görə çalışın öz pulunuzla trade eləməyə trade eləyin, ya da ki məcbursunuzsa fonla işləməyə də çox təzə açılmış fonlara üst tutmayın, fon şirkətlərini üst tutmayın. Bir də ki böyük məbləğlərdən uzaq durun. Maksimal 50 min dollarlıq fon hesabı ilə işləməyə çalışın. Onda bilin ki birdə bir hesabda çox fon almayın. Məsələn, bu mənim adım olan hesabda 2-3 dənə, 4 dənə 100 minlik, 2-3 dənə 15 minlik alım. Elə eləməyin. Onsuz da birinin məbləği normalda deyilənə görə, yəni araşdırmalara görə bizdə də 7, birinci hesabda 7 ödənişdən sonra bağladılar. 7 ya 8 ödənişdən sonra hesablara bu şey gəlir. 1% meyli gəlir. Ondan sonra da hesab bağlanır. Yəni maksimal 7-8 ödəniş alacaq. Sonra da firmamızı dəyişin ya da başqa hesabdan başqa adla işləməyə çalışın. Amma böyük fon hesablarından almayın, sərf eləmir. Çox sağ olun. Yəqin ki sizi məlumatlandırmış olduq. Özünüzə yaxşı baxın. Gələn videoda görüşənədək.